Abşeron rayonunda 56 yaşlı kişi evinə dəvət etdiyi sevgilisinə xəsarət yetirib. Telegrafın əldə etdiyi xəbərə görə hadisə Novxanı qəsəbəsində baş verib. Novxanı qəsəbə sakini 1969-cu il təvəllüdlü Bəhruz dostluq münasibətində olduğu Hicrana xəsarət yetirib. O, həmin gün saat 13 radələrində yaşadığı evdə tanışı Hicranla içki məclisi qurub, məclis bitəndən sonra Hicran öz evinə getmək istəyib. Amma Bəhruz buna əsəbləşib, onun getməsini istəməyib və əyləncəyə davam etməsini tələb edib. Hicranın getməkdə israrından daha da hiddətlənən Bəhruz sərxoş vəziyyətdə ona hücum çəkib, əvvəlcə Hicranın sifətinə şillə vurub, sonra isə paltarının yaxasından tutaraq kənara itələyib. Qadının başı evin qapısına dəyib və o xəsarət alıb. İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Hicranla 15 ildir dostluq münasibəti var. Hadisə günü Hicran dəvətimlə Novxanı qəsəbəsindəki evimə gəldi. Mən də mağazadan bazarlıq etdim, birlikdə içki məclisi qurduq. Yeyib içdik. Yeyib içəndən sonra Hicran getmək istədi. Aramızda mübahisə yarandı. Hicran mənə nalayiq ifadələr işlətdi. Mən də ona bir dəfə sifət nahiyəsinə şillə vurdum və kənara itələdim. Hicranın başı qapıya dəydi və xəsarət aldı, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Hicran onun barəsində polisə şikayət edəcəyini bildirib və evdən gedib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Hicranın sözlərinə görə hadisə günü nahar vaxtı Bəhruzun yaşadığı Novxanı qəsəbəsindəki evinə gedib. Birlikdə spirtli içki içdik. Sonra mən evimə gedəcəyimi dedim. Buna görə Bəhruz məni söydü, mübahisə düşdü. Bəhruz məni itələdi. Başım evin qapısına dəydi və zərbənin təsirindən yerə yıxıldım. Mən yerə yıxılandan sonra Bəhruz yumruqla bir neçə dəfə baş və alın nahiyələrimə zərbələr vurdu, deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Zərər çəkmişin ifadəsinə görə sonra vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhərində xəstəxanalardan birinə müraciət edib və baş nahiyəsinə bir neçə yerdən tikiş qoyulub. Sonra ərazi üzrə polisə şikayət edib. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb, zərər çəkmiş şəxsin ona qarşı olan şikayətini geri götürüb. Hakim sonda hökm elan edən zaman onların barışmasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb. Hökmə görə müvafiq qanuna uyğun olaraq Bəhruzun barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.